Salam uşaqlar, bugün sizlərlə birlikdə atdığım tarix testinin izahını verəcəm. Gəlin başlayaq. Birinci sualda deyir ki, Atropatena hansı dövlət ilə eyni əsrdə mövcud olmuşdur? Manna eramızdan əvvəl 9-6-cı yüzilliklərdə mövcud olduğu üçün A çıxır. Sacilər dövləti eramızda olmuşdur, çıxır. Eldənizlər eramızda olmuşdur, çıxır və Xəzər xaqanlığı eramızda olmuşdur, çıxır. Amma Parfiya görürük ki, Atropatena dövlətinin xəritəsində onun qərbində Parfiya dövləti yerləşir. Bu da onun eyni dövrdə mövcud olduğunu sübut edir. Sonra deyir kim hansısa dövlətin əsasını qoymayıb. Nadir Şah, bəli, Muğan qurultayında şah seçilir və Əfşarlar dövlətinin əsasını qoymuş olur. Yusif Sacıoğlu Sacilər dövlətinin əsasını qoymur, sadəcə məşhur tanınan hökmdarlardan biri olur. Atropat, bəli, Makedoniyalı İskəndərin ölümündən sonra Atropatena dövlətinin əsasını qoymuş olur. Şəmsəddin Eldəniz bu Eldənizlər dövlətinin əsasını qoyur. Sonra Qara Yusif də bəli Qaraqoyunlu dövlətinin əsasını qoymuş olur. Dərslikdə bunlar vermişdi. Amma B bəndi isə Yusif Sacıoğlu heç bir dövlətin əsasını qoymuyor. 3-də Ağqoyunlu dövləti neçənci ildə süqut edib? 1556 ola bilməz. Çünki burada 1556 deyirdi ki 16-cı yüzilliyin əvvəllərində. Əvvəlləri deyil axı 56. Yəni ikinci yarısıdır da. Bu necə ola bilər əvvəlləri? A çıxır. Sonra C-də 16-cı əsrdə süqut edib, amma burada 15-ci əsr verib. C də çıxır. D-də də 16-cı əsr vermək yerinə 17-ci əsr veribdir. D də çıxır. Y-də də ki, yenə həmçinin burada yəni əvvəlləri olmur da. Ona görə cavabımız B bəndi 1501-ci ildə Səfəvilər tərəfindən süquta uğradılmışdır. Sonra deyir ki, Xürrəmlərin istinadgahı hara olmuşdur? Xürrəmlərin istinadgahı bilirsiniz ki, Bəz qalası, Ərdəbil şəhəri yaxınlığında yerləşən Bəz qalası onların istinadgahı olmuşdur. Sonra 5-də hansı fikir səhvdir deyir. Atropat Atropatenanın əsasını qoyubdur. Bəli, A düzdür. Manna dövlətinin paytaxtı İzirtu olmuşdur. Bəli, İzirtu hətta gözəlliyinə görə padşah şəhəri adlandırılmışdır. C bəndində Albaniya dövlətində ticarətdə pullardan istifadə edirlər. Bəli, bu dərsliyimizdə vermişdi. Dərbənddən şimalda 7-ci əsrdə Xəzər xaqanlığı yerləşirdi. Bu da düzdür. Çünki deyirdi ki, Dərbənddən şimalda Xəzər xaqanlığı yerləşirdi və oradan Xəzər xaqanlığı tez-tez keçməklə Ərəb ləvətinə hücum təşkil edirdi. Bu da yəni onun şimalında olduğunu sübut edir. 7 Atropat Roma qoşunlarını məğlubiyyətə uğratmışdır. Bu tamamilə səhv cümlədir. Çünki Atropat Roma qoşunlarını məğlubiyyətə uğratmayıb. Atropatena hökmdarlarından biri Roma qoşunlarını məğlubiyyətə uğradıb və bayraqlarını ələ keçiribdir. Sonra Baharlı sülaləsinin əsası kim tərəfindən qoyulub? Bunu bəzilərimiz, yəni bilməyənlər var bunu, amma aramızda bilənlər də var. Cavab Bayram Xoca idi. Bu bəndi idi. Qara Yusif bilirsiniz ki, Qaraqoyunlar dövlətinin əsasını qoyub. Uzun Həsən Ağqoyunlu heç əlaqəsi yoxdur və Sultan II. Məhmətin də əlaqəsi yoxdur. Bəs desəz Sultan I. Toğrul kim idi? O isə Səlcuq dövlətinin, yəni Səlcuq bəyin varislərindən biri idi. Oğullarından biri idi. Sonra 7. Daş dövründə əmək alətlərindən deyil, alətlərdən deyil. Bəli, xış A bəndi deyil, çünki xış Tunc dövründə yaradılmışdı. Yəni, bəli. Sonra 8-də Manna dövlətinin tanınmış hökmdarlarından biri. Burada 8, 9, 10 açıq suallardan idi. Manna dövlətinin tanınmış hökmdarlarından biri İranzu olmuşdu. Sonra Bizans imperiyası neçənci əsrdə mövcud olmuşdu. Bunu Səlcuq dövlətinin xəritəsindən məlum olur ki, onun yanında Bizans imperiyası var idi. Bu da onun 11-ci əsrdə mövcudluğunu göstərir.
onda Şərqin son fatihi kim idi? Bu təbii ki Nadir Şah olmuşdu. O yəni qələbələri nəticəsində onu Şərqin son fatihi demişdilər. Amma Nadir xan niyə demək olmaz? Çünki ona Nadir Şah demək olar. Çünki Əfşarlar dövlətini yaradandan sonra, quraşdırandan sonra onu demək, yəni onlara Nadir Şaha deyiblər onu. Nadir xan olanda ona Şərqin son fatihi demirdilər. Bu qədər, yəni 10 dənə sual vermişdim. Yəni umuram ki sizdə 9-10 düzünüz olar. Bu qədər. Başqa quizlərdə, mövzularda görüşməyi unutmayın. Sağ olun.